Bu dərsimizdə SH və PH hərf birləşmələrini öyrənəcəyik. SH hərf birləşməsini sözdə ş olaraq oxuyuruq. PH hərf birləşməsini sözdə f olaraq oxuyuruq. SH, ş, PH, f. SH, ş. İndi isə gəlin sözlərdə nümunələrə baxaq. Show sözü tam analiz etsək, SH, ş səsi verir, OW keçmişik biz artıq bunu. OW, O olaraq oxunacaq. SH, ş olaraq oxuduq, OW-nu O olaraq oxuyuruq. Show, shop, shame, SH, ş səsi verdi və sonda sehirli i var. Sehirli i-yə görə əvvəlki hecadakı Said əlifbadakı adı kimi oxunacaq. Artıq siz bu hərfin əlifbadakı adını bilirsiniz. A. O formada da oxuyuruq. SH, ş, A, shame. Sondakı sehirli i-ni oxumuruq. Shame, shade. Eyni ilə yenə də burada. SH, ş və sehirli i qanunu var. A oxunacaq. Shade, sheep. SH, ş, 2 i, qoşa i bizdə olacaq, uzun i səs verəcək. Sheep. Wash, ash, dash. Məndən sonra uca səslə təkrar edin. Show, shop, shame, shade, sheep, wash, ash, dash. PH hərf birləşməsini söz içində f kimi oxuyuruq. Phone, PH, f, o əlifbadakı adı kimi o oxunacaq. Çünki sehirli i var. Phone, orphan, elephant, photo, trophy. PH, f kimi oxundu, sonda y hərfi i kimi oxunacaq. Bu dərsi keçmişik y ilə əlaqəli olan sondakı y. I oxunacaq burada. Trophy, phrase, PH oldu f. E isə sehirli i-yə görə əlifbadakı adı kimi E kimi oxunur. Phrase, alphabet, dolphin. Uca səslə təkrar edirik. Təkrar edərkən sözlərə baxın, hərf birləşməsinə diqqət edərək oxuyun. Phone, orphan, elephant, photo, trophy, phrase, alphabet, dolphin. SH ilə əlaqəli digər söz nümunələrinə baxaq. Trash. Burada A hərfi əlifbadakı adı kimi oxunmur. Ə olaraq oxunur. Əvvəlki dərslərimizdən xatırlayın, çünki sonda sehirli i yoxdur. Sehirli i olsaydı burada artıq bu sözü trash kimi oxumalı idik. Əlifbadakı adı kimi oxunmalı idi. Sehirli i olmadığına görə ə kimi oxuyuruq. Trash, rash, wish. W-nu V kimi oxumuruq, daha çox U-ya kimi, U kimi oxuyuruq və dodaqlarımızı birləşdirmirik. Wish, mesh, shark, AR xatırlayırsınız, uzun A və sonda boğuq R. Shark, shell, ship, shelf. Təkrar edin. Trash, rash, wish, mesh, shark, shell, ship, shelf. PH ilə əlaqəli digər söz nümunələrinə baxırıq. Phase, F, PH, F, phase, sehirli i var. Əlifbadakı adı kimi oxundu A. Phase, phantom, phobia, phosphor. Diqqət edirik, 2 PH hərf birləşməsi var. Hər biri F kimi oxunur. Phosphor. Pharmacy. Sonda y kimi oxunacaq. Pharmacy. Phonics. C hərfi K kimi oxunacaq. Çünki ondan sonra qızıl hərf i-y-dan heç biri gəlmir. Ona görə C-ni K kimi oxuruq. Phonics.
physics, microphone, microphone. Məndən sonra təkrar edin. Face, phantom, phobia, phosphor, pharmacy, phonics, physics, microphone.